ortada büyük bir boşluk var. Bu da qeyri-səmimiyyətdən doğan bir boşluqdur. Səmimiyyət yoxdur ortada. Yəni biz səmimiyik, biz dövlət olaraq səmimiyik. Bizim prezidentimiz də bütün münasibətlərdə səmimidir. Bunu bütün dünya görür. Biz prezidentimizi buradan tərifləmirik. Yəni sözünün sahibidir, sözüm imzamdır kimi fikirlər doğrudan da möhrü vurulmuş bir fikirlərdir. Amma qarşı tərəf səmimi deyil. Biz qarşı tərəfin səmimiyyətini görmədik bu illər ərzində. Müstəqilliyimizin ilk günündən biz bu səmimiyyəti görmədik. Səhnə arxasında Qarabağda nə oyunlar çıxartdılar. Törədilən faciələrin hamısında bunların əli barmağı olmadı. Bunların hamısını təşkil elədilər. Ermənilərlə bir yerdə həyata keçirdilər. Yəni senarisində bunlar cızdılar. Mən sizi inandırım ki, senarisində bunlar cızdılar. Sadəcə olaraq ermənilər də bir qism cəlb eləyib o proseslərə adını qoydular ki, bunu ermənilər törədib. Amma onlar hamısını onlar törətdilər. Bax, Xocaldakı hadisəni də, o başqa bizim ərazilərimizdə də, işğal ərazilərimizdə də törədilən faciələr, hamısı bunların əli ilə oldu. Sadəcə olaraq səmimiyyəti görmürük. Bax, bu hadisələrdə də səmimiyyəti görmürük. İndi Putinin yazdığı təbrik məktubu bizim prezidentimizə. İkimiz də güldük. Mən sizə deyim də, İkimiz də o teksti oxuyanda istehsalı bir gülüş yarandı bizdə. Mən deyərdim ki, bundan gözəl təbrik yazmaq mümkün deyil. Düzdür, doğrudur mu? Bundan qəşəng yazmaq mümkün deyil. Amma bunun arxasında o sözlər qədər də, o ifadələr qədər də səmimiyyət dururmu? Səmimiyyət durursa siz nədən etiraf eləmirsiniz ki, bu təyyarəni siz vurmuşsunuz? Bu kör-kör, gör-gördür bizim el dilində desək ki, bunu siz vurmuşsunuz. Nədən bunu etiraf eləmirsiniz? O üzr istəyirəm, belə bir ifadə işlədilər, biraz ağır ifadədir. Nədən özünüzdə bir kişilik tapıb bunu demirsiniz ki, biz vurmuşuq, səhv eləmişik də bu. Yəni siz 2 adamı orada cəzalandıracaqsınız. Burada 5 adama kompensasiya ödəyəcəksiniz. Azala kompensasiya ödəyəcəksiniz. Üzr istəyirəm, bunu niyə görə belə can çıxan bir vəziyyətə gətirirsiniz özünüz üçün? Sanki canınız çıxır ki, bunu edəsiniz ki, Azərbaycanla da münasibətləriniz düşsün öz əvvəlki axarına. Baxmayaraq ki, dediyim kimi, işğal dövründə, 30 illik işğal dövründə bizim başımıza turp əkib soğan biçmişsiniz. Bizim başımıza min bir müsibətin gətirilməsinin müəllifləri sizsiniz. Biz bunu bilirik. Azərbaycanda bunu bilməyən yoxdur. Yenə də buna rəğmən biz sizinlə sağlam tərəfdaşlıq, əməkdaşlıq, dostluq, nə bilim, müharibədən bir gün qabaqda sizinlə demək, strateji tərəfdaşlıq müqaviləsi bağladıq. Yəni yaxınlıq eləmək istəyirik. Amma siz bütün münasibətlərdə qeyri-səmimi davranışınızı davam etdirirsiniz. Və buna cavab nə olmalıdır? Azərbaycan prezidenti nə etməlidir? Bu qeyri-səmimiyyətin müstəvisində Azərbaycan prezidenti oturub təyyarəyə gəlməlidir Sankt-Peterburqa. Sanki heç nə olmamış kimi istəyirlər, belə ki, proses və həyat davam eləsin. Heç nə olmamış kimi siz, üzr istəyirəm, həyasızcasına bəyanat verməlisiniz, biz İlham Əliyevi burada gözləyirik. Və İlham Əliyev də oturmalıdır, təyyarəyə gəlməlidir. Bu qədər etdiyiniz, türətdiklərinizin fonunda gəlməlidir. Məmnuniyyətlə gəlib oturub sizinlə getməyibsə prezident çox yaxşı eləyibdir. Mən öz fikrimi deyirəm. Çox doğru eləyibdir, doğru seçimdir. Bu münasibətlər ki, hansı ki bizə qarşı sərgilənir, bunların fonunda getmək lazım deyildi. Çox doğru eləyibdir. Nə var ki, deməyə ki, iş qrafikimiz gərgindir. Onlar da görürsünüz, yenə üzr istəyirəm, belə artistlik edərək qəbul ediblər bunu ki, belə də iş qrafiki gərgin ola bilər, o səbəbdən də gəlməyibdir. Yəni, biz necədir? Bunların hamısı o qeyri-səmimiyyət də nədən irəli gəlir? Bunlar bizə və bizim kimi ölkələrə yuxarıdan aşağıya baxmaq kimi bir maneralarından əl çəkə bilmirlər. Bunlar özlərindən sonra, xüsusilə də MDB məkanında, SSR məkanında, o vaxtı ilə bir məkanda olduğumuz ölkələrə mütləq ki, yuxarıdan aşağı ikinci dərəcəli bir dövlət, ikinci dərəcəli bir xalqlar kimi baxırlar. Və özlərini ağa, özlərini böyük qardaş hesab edirlər. Bax, bu baxışlar dəyişməyincə heç bir dövlətin, lap belə bir məkanda vaxtı ilə olduğumuz heç bir dövlətin Rusiya ilə sağlam münasibətlərinin olması mümkün deyil. Yaratdıqları bir Ermənistandır, əlləri ilə yaradıblar. Ermənistan da bugün bunlara qarşı hansı münasibət sərgiləyir, bu da gözün qarşısındadır. Ermənistan əhalisinin 70%, bəlkə də mən 70 deyirəm, siz 80 hesablayın. 80%-i bugün Paşinyan hakimiyyətinin Rusiya qarşı anti-Rusiya siyasətini dəstəkləyirlər. Çünki artıq bu iç yüz açılıb da, yəni bu bir də bu cida açılıbdır. Erməni istənilən erməni görür ki, bunlar dövlət dedikləri Ermənistandan alət kimi necə istifadə ediblər və yenə də o istifadəni davam etdirmək istəyirlər.